Mətin nə haqqındadır? Doğru cavab A variantı. The history and beauty of the Alhambra in Spain. İspaniyadakı Alhambranın gözəlliyi və tarixi haqqındadır. Mətnə əsasən cümləni tamamlayın. The Alhambra was designed to be. B variantı düzgün cavabdır. A paradise on earth. Yer kürəsinin cənnəti. Mətnə əsasən sualı cavablandırın. What can visitors see from the towers of the Alhambra? Ziyarətçilər nə görə bilərlər Alhambra qalasından? Doğru cavab A variantı. Granada şəhərini. Fikirlərin doğru və ya yanlış olduğunu müəyyənləşdirin. The Alhambra was built for the Arab rulers of Spain. Bu doğru cavabıydı. The Alhambra is in northern Spain. Şimali İspaniyadaydı. Bu yanlış cavabdı. There are many fountains in the buildings and gardens. Bu doğru cavabıydı. The Alhambra was completely destroyed and rebuilt. Bu isə yanlış cavabıydı. Kiçik mətni oxuyun və 5 nömrəli sualı cavablandırın. Dear Miss Evans, thank you for your kind donation to our animal shelter. Biz bu mətndən başa düşürük ki, to thank for a donation, yəni yardımlar üçün təşəkkür edilir. The city library will be closed on Friday, July 12th for maintenance. Burada isə doğru cavab A variantıdır. Yəni cümə günü kitabxana işləməyəcək. Doğru cavab D variantıdır. The fair will finish in the afternoon at 4 p.m.'dən başa düşürük ki, günorta bitəcək. Mətn nə haqqındadır? Doğru cavab B variantıdır. Əsrlər boyunca yapışqanın tarixi və inkişafı haqqında. Yanlış cavabı göstərin. Düzgün cavab C variantıdır. In the Middle Ages, glue was strong enough to resist water and heat. Orta əsrlərdə yapışqan yetəri qədər davamlı idi suya və istiliyə. Bu yanlış cavabıydı. Mətnə əsasən cümləni tamamlayın. Düzgün cavab A variantıdır. During the Middle Ages, glue was mostly made by qaynanmış heyvan sümüklərindən və balıq dərisindən hazırlanırdı. Why was the discovery of synthetic glue important? Nəyə görə sintetik yapışqanın kəşfi vacib idi? Düzgün cavab A variantı. It was stronger and waterproof compared to natural glue. Çünki o təbii yapışqanla müqayisədə daha güclü və suya davamlı idi. Mətnə əsasən hansı fikirlər doğrudur? Superglue was discovered by accident. Bu doğru fikir idi. Və ancient Egyptians used glue to decorate furniture. Bu da doğru fikir idi. Düzgün cavab 2 və 3. This book is too easy for me. Bu kitab mənim üçün çox asandır. Can you give me a more difficult one? Düzgün cavab C variantıdır. Burada məzmundan da görürük ki, bizə daha asan, daha çətin, yəni müqayisə dərəcəsi tələb olunur. Bu baxımdan A, Y və D variantlarını atırıq. B variantında isə article istifadə olunmuyub. Çünki bizdə one sözü var. Eyni zamanda bu çox asandırsa mən daha çətinini istəyəcəm. Buna görə də doğru cavab C variantı. Choose the line of uncountable nouns. Sayıla bilməyən isimlər cərgəsini göstərin. Düzgün cavab D variantıdır. A variantında leaf sayılır. B-də poultry. C variantında oxen və Y variantında impression sayılan isimlərdir. Düzgün variantı seçin. Birinci tərəfdə Baykal sözündən öncə lake sözü gəldiyi üçün biz heç bir article istifadə etməyəcəyik. İkinci tərəfdə isə deepest sifətin üstünlük dərəcəsi olduğu üçün mütləq D article ilə işlənməlidir. Buna görə də cavab A variantı. Düzgün variantı seçin. Birincidə children sözü bu şəkildə cəmlənmir. Buna görə səhvdir. Bir olan variantlarımız da səhvdir. İkincidə a few sayıla bilən cəmsimlərlə işlənir. Buna görə 2 olan variantlarımız da yanlışdır. Düzgün cavabımız B variantı. 5-də də eyni şəkildə several cəmsimlərlə işlənməlidir. Ona görə də yanlışdır. Düzgün variantı seçin. Few sayıla bilən cəmsimlərlə işlənir. Bir səhvdir.
A little mushroom soup. Soup sayılmır. A little sayılmayan isimlərlə işlənir. 2 doğrudur. A lot of həm sayılan, həm sayılmayan isimlərlə işlənir. 3 də doğrudur. Much sayılmayan isimlərlə işlənir. Book sayılır. 4 yanlışdır. Düzgün cavab C variantı. A few pieces olmalıydı ifadəmiz 5 də yanlışdır. Doğru cavab C variantı. Düzgün əvəzliyi seçin. Whose cups are? Burada are verildiyi üçün biz başa düşürük ki, cəmdə işlənən bir əvəzlik lazımdır. Ona görə də A, B və D variantları yanlışdır. Onların birinci tərəfindəki əvəzliklər təklik bildirir. Eyni şəkildə ikinci tərəfdə də are və students'dan anlayırıq ki, ikinci tərəfə də cəm lazımdır. Buna görə C variantı da yanlışdır. Doğru cavab Y variantı. Choose the correct variant. Düzgün variantı seçin. Fatih was born on. Bunu iki cür ifadə edə bilərik. Sentyabrın 7-si, yəni September the 7th ifadəsi doğru formadadır. Və yaxud da 7 sentyabr, bu zaman 4'ü götürəcəyik. Çünki artıq sıra sayı formasına verildiyi üçün artikellı olan variant düzgündür. Cavabımız D variantı. Düzgün variantı seçin. Mənim yaşca böyük oğlumun adı Fatihdir. Yəni söhbət burada daha böyük oğlumdan getdiyi üçün birinci tərəfdə elder ifadəsi verməliyik. İkinci tərəfdə isə onun artıq yaşının müqayisəsindən, nə qədər yaşlı olmasından danışırıq. Buna görə burada müqayisəni older ilə verəcəyik. Buna görə də cavab D variantı. Düzgün variantı seçin. Altına xətt çəkilmiş sözü əvəzliklə əvəzləmək lazımdır. Don't forget to put the books. Burada books tamamlıq vəzifəsindədir. Və biz onu əvəz edərkən tamamlıq kimi işlənə bilən əvəzlik lazımdır. Books cəmdə olduğu üçün it, its ifadələri yanlışdır. They adlı halda işlənən şəxs əvəzliyi olduğu üçün cümlədə mübtəda rolunda çıxış eləyir. There isə yelik halı əvəzləyir. Düzgün cavab C variantı. Them obyekt əvəzliyi. Cəmdə olan isimlər cərgəsini göstərin. A variantında news cəmdə deyil. C variantında traffic. D variantında music. Y variantında progress, economics. Düzgün cavab B variantı. Yanlış fikri göstərin. The movie was really. Söhbət filmdən gedir. Film həqiqətən də çox. Düzgün cavab burada Y variantıdır. Çünki idi biz daha çox insanlarla işlətdiyimiz üçün, idi ilə bitən sifətlər insana aid olduğu üçün biz onu əşyaya, yəni filmə aid edə bilmərik. Və burada yanlış variant amazed sözüdür. Düzgün variantı seçin. This music sounds. Sound feili digər feillərdən fərqli olaraq səsi gəlmək anlamında sifətlə işlənir. Və bizdə cümlədə bu musiqinin səsi gəlir, yəni gözəl səsi gəlir mənasını verdiyi üçün bizə sifət lazımdır. Beautiful B variantı. Doğru sinonimlər cütünü göstərin. Düzgün cavab 4 və 5'dir. Heavy və light antonim, yəni opposite meaninglər daşıyır. Tired, energetic eyni şəkildə. Surprise, proud isə sinonim hesab edilmir. Şəkillərə baxın. Ən az 35 sözdən ibarət hekayə qurun. Hekayəni qurarkən söz ehtiyatının zənginliyinə, qrammatik qaydaların düzgün istifadəsinə diqqət etmək lazımdır.